وعلى آله الطيبين الأطهرين المتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli müminləri, inanclı bacı qardaşlarımı mübarək Ramazan ayının ikinci cüməsində ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Bugün çox mübarək gündür. Bir tərəfdən biz Allahın rəhmət ayında qərar tapmışıq, mübarək Ramazan ayındayıq. İkinci tərəfdən mübarək cümə günündəyik. Həm mübarək ay, həm mübarək gün. Üçüncü tərəfdən Allah Taala'nın hal-hazırda rəhməti yer üzünə nazil olur. Yağış yağır. Bu da üçüncü rəhmət. Allaha həmd olsun ki, Allah bugün bizi üç rəhmətdə qərar verir. Bugünün duaları müstəcab olar. İnşallah bugün dua eləyin, bizi də dualarınızda unutmayın. Həm mübarək Ramazan ayıdır, həm mübarək Ramazan ayının cüməsidir, mübarək gündür, həm də zaman, vaxt və durum baxımından hava yağışlıdır. Allah qəbul eləsin dualarınızı, ibadətlərinizi, itaətlərinizi inşallah. Mən əziz Peyğəmbərimizdən bir dənə hədis şərif var. Onu istəyirəm bugün xidmətinizə çatdırım. Həm özümə, həm siz dəyərli əzizlərə istifadə olsun. Hədis oruç tutanların mükafatı. Peyğəmbərimiz oruç tutanların mükafatı haqqında danışır. Hansı şəraitdə oruç tutana bu mükafatlar verilər? Şəraiti də qeyd eləyir. Bu şərait bizim belimizi qırır da. Əvvəl bizi çox şad eləyir, deyir. Məsələn, Peyğəmbərimiz buyurur, deyir, oruç tutana bunlar verilir. Biz də belə ağzımızı açıb gözləyir ki, ilahi, o bizə əta olsun. Birdən-birə gəlir, deyir ki, gərək bu şəraitlər olar. O görürsən, bəzi vaxt bir aksiyalara elan olunur. Deyir, gərək bu yaşda ola, nə bilim, bu cür ola, baxır, deyir. Bu bizdən getdi. İnşallah ki, bu ayda biz məyus olmamalıyıq. Şeytanın bu ayda qolları zəncirlidir. Sən gərək onu zəncirini açmayasan və məyus olmayasan, cəhd eləyəsən, məyus olmağa bir şey yoxdur ki. Məyusluqdan çox cəhd eləmək lazımdır. İlahi, mənə imkan ver, şərait yarat, kömək elə, əlimdən tut. O şəraitləri mən özümdə cəmləşdirim ki, Peyğəmbər buyuran o mükafatı biz də ala bilək. Allah inşallah o mükafatları layiqli şəkildə almaqda bizə tövfiqat nəsib eləsin inşallah. Bir dənə kitab var, Azərbaycan dilinə də tərcümə olunubdur. Çox gözəl kitabdır, həcmi də azdır. Kitab mərhum Şeyx Səduqundur. Kitabın adı 3 ayın fəzilətidir. Azərbaycan dilinə tərcümədə 3 ayın fəziləti. Şaban, Rəcəb, Şaban, Ramazan. Burada bir sıra maraqlı hədisləri toplayıb mərhum ki, bir şəxs əgər istəsə, çox axtarış eləmədən, kitablara baş vurmadan 3 ayın fəziləti haqqında bir bilgi toplayıb, baxsın bu kitaba, oxusun bu kitabdan istifadə eləsin. O kitabda bu hədisi Şeyx Səduq gətirib Peyğəmbərdən nəql eləyir. Hədis ərəbisini oxuyuram, sonra mətninə inşallah bir baxış salaq. Salavat yad elə Muhammed və al-Muhammedə. Xitabdan başlayır. Əyyuhən-nəs, ey insanlar, mən samə şəhrə Ramazan, hər kəs mübarək Ramazan ayında oruç tuta. İndi şəraitləri sayır.
Nə cür oruç tuta? Elə bir də qarnı ac qala, yox. Fi insabin 1 və sukunin 2 və kəffə səm'ahu və bəsarahu və lisanəhu minəl kezb vəl haram vəl g'aybə 3 vəl aza 4 Qurbe yevmel qiyamə həttə təməssə rukbətəyhi rukbətu İbrahim Xəlilir Rəhmən. Padaşı, mükafatı çox əcibdir. Hər kəs oruç tuta bu şəkildə. Şəkilləri sayır, bu şəraitləri sayır. Axırda nə deyir? Bir məhşər günü Allahın əziz Peyğəmbəri İbrahim Xəlillə məhşur olar bir şəkildə ki, burada ifadə və deyir, rukbətəyhi rukbətu İbrahim. Bir şəkildə İbrahim Peyğəmbərin yanında qərar tutar ki, dizi İbrahim Peyğəmbərin dizinə yapışıq olar. Yəni, düz kənarında oturur Həzrəti İbrahim. Gör, Allah Teala bu şəraitdə oruç tutmağa nə savab verir, nə paydaş verir, nə mükafat verir. İbrahim, bilirsiniz, Həzrəti İbrahim Allahın dostudur, Xəlilullahdır İbrahim. İbrahim can qoyub Allah yolunda. Əziz Peyğəmbərimiz buyurur, deyir, hər kəs bu şəraitdə oruç tutsa, mən deyirəm o Həzrəti İbrahimlə məruf və məşhur olacaq. İbrahim əleyhissalam bir şəxsdir ki, ləqəbi Xəlilullahdır. Xəlil Allahın dostu. Allah dostu. Allah Teala o adı buna verir. Allah Teala Quranda elan eləyir. Onun haqqında, onun fəziləti haqqında danışır. Quranda İbrahim surəsi var. Gör, nə qədər şərafətli şəxs olub Həzrəti İbrahim. Allah Teala onun adına Quranda surə gətirib. Dəfələrlə Həzrəti İbrahimin haqqında danışır. İbrahimin haqqında niyə danışır? İbrahim əleyhissalam Allahın qarşısında o qədər möhkəm imtihanlardan keçdi, gəldi, Allahın dostu oldu. İbrahim Peyğəmbər elə-belə Allahın dostu olmadı. Nələrdən keçdi? Həzrəti İbrahim böyük imtihanlardan keçdi. Evladı olmadı uzun müddət. Yaşlı vaxtında Allah ona evlad verdi. Evlad verəndən sonra Allah əmr elədi, dedi, apar o evladı ki, gözün ağı qarasıdır, indi apar kəs. Əvvəl dedi, apar bunu at. Apardı, bir də çölə atdı, indi Məkkə-i Mükərrəmə həcilər gedir, orada ziyarət edirlər. Ora qabaqca çöl idi, nə suyu var idi, nə torpağı, heç nə. Çöl, quru bir çöl idi. Apardı, uşağı tolladı ora. Anasıyla birlikdə dua elədi. Dedi, ilahi sən özün deyibsən, mən də əməl eləyirəm. Çox hasanddır ya bu işi görmək. Sonra Allah Teala onu böyütdü. Böyüdəndən sonra, cavan olandan sonra Həzrəti İbrahimə yuxuda dedi, onu apar kəs. Dəfələrlə dedi, apar kəs. Həzrəti İbrahim çətindir öz balasını Allah yolunda kəsəsən. Özü də bu şəraitdə ki, yaşlı vaxtında Allah onu sənə əta eləyib. Bu zəhmətlərdən sonra Allah deyir, onu apar kəs. Rahatçılıqdan cəhdimədi Həzrəti İbrahimə, amma cəhdi, qurbancaha cəhdi. Allah Həzrəti İbrahimin şərəfinə Qurban bayramı elan eləyib. Qurban bayramında biz heyvan kəsirik, qoç kəsirik, nəzirlər eləyirik. Allahın dostudur. Allah onu mədh eləyib. Və hətta bizim dini babamızdır. Dini babamızdır Həzrəti İbrahim. Ulu babamızdır. İndi belə bir şəxsdən bu şəraitdə oruç tutmaq istəsən, bu şəxsdən Peyğəmbər deyir, diz-dizə oturasan məhşər günü. Allahım, indi fikrə getdik, şərait nədir? Şərait elə eşitdiyiniz şeylərdir, əməli çox çətindir. Şərait elə budur. Birinci şərait nədir? Buyurur ki, fi insab. Buyurur ki, hər kəs oruç tuta sükut halətində. Sükut, yəni sakit. Oruç tuta sakit qala. Bu sükut nə mənadadır? Yəni, oruç tutan adam danışmasın, müəllim dərs keçməsin, xətib danışmasın, bazarda insan ticarət eləməsin, elə ağzına bağlasın, otursun. Yox, deyir ki, sükut eləsin. O şeylərdən ki, danışmasın, o şeyləri ki, əlaqəsizdir,
əlaqəsiz söhbətlərdir. Yersiz söhbətlərdir. Düz söhbətlər deyil. İçində ləğv var. Oruç tuta, onlardan sükut etmiş vəziyyətdə. Oruç tuta, onları danışmıyor. Boş şeylər danışmıyor. Ləğv söhbətlər danışmıyor. Bu bir. 2. Buyurur ki, və sükun. Oruç tuta, aram şəkildə oruç tuta. 1. Ləğv şey danışmıyor oruç halətində. 2. Oruç halətində aram ola. Aramla insan bəzi vaxt onun ruhu oruçluqda aram olur. Əlbəttə, bəzi insanın heç ruhu oruçluqda aram olmur. Onun əsəbləri korlanır, nə bilim, bu oruçdan Allaha pənah aparaq. Ki, Ramazan ayında insan oruç tuta, əsəbləri onu özünə əsir eləyə. Peyğəmbərimiz buyurur, deyir, oruç tuta, amma aram ola. Qəlbi aram ola. Özündə düşünək ki, mən Allahın rəhmət ayındayam. Rəhmət ayındasan, aram olasan, deyəsən, ilahi, mən sənin rəhmət ayındayam. Və sən bəşərə yer üzünə rəhmətini göndəribsən. Bugün sən aram olmalısan, mən aram olmalıyam. Belə mübarək gündə, mübarək ayın mübarək günündəsən, Allahın evindəsən və yağış yağır, aram da, qəlbi aramdır. Nə qorxu? İnsan Allahdan qorxar. Bəli, Allah insana yaxındır, Allah insanın qəlbindədir, Allah insanın damarındadır, şah damarındadır. Şah damarından yaxındır, Quranda ayə var. Deyir, mən sizə bu qədər yaxınam, mən sizə bu qədər mehribanam. İlahi, oruç tutmuşam, tövfiqat ver, sükut eləyəm. Boş şey danışmayım. Tövfiqat ver, qəlbimdə o aramlığı formalaşdırım. O iztirabı aradan çıxardım. İndi aramsan. Müqəddəs Ramazan orucu tutubsan, aramsan. 3-cü budur ki, Allah Taala Peyğəmbərimiz buyurur ki, insan bəzi üzvünü bu günahlardan qoruyur. Bəzi üzvün də adını gətirib. Ən çox mütəmadi günahdan əlaqədə olan üzvlərimiz 3 dənədir, bilirsiniz. Gözdür, dildir, qulaqdır. Bu 3-ü. Əlbəttə, başdır, əldir, əyəkdir, bunlar da günah eləyir. Amma ən çox günah eləyən bu 3 dənədir. Bu hədisdə də bu 3 dənə xüsusi qeyd olunubdur. Hədisdə nə buyurur? Və kəffə səm'əhu, səm'ə qulaqdır. Və bəsərəhu, gözünü, və lisənəhu, dilini, gözünü, qulağını, dilini amanda saxlaya. Nədən? Yalandan, haramdan və qeybətdən. Bu 3 dənədən möhkəm ehtiyat eləyə. Bu 3 əzadan insan ehtiyat eləyə və bu şəkildə oruç tuta. Əlbəttə, bunlara ehtiyat eləmək çox çətin məsələdir. İndi məsələn bir adam gəlib yanında qeybət danışır, deyəsən bir də dur, orucam. Xahiş edirəm, bu söhbəti eləmə. Bax, bir dənə bu dur, danışma. Bunu insan çətindir. Qarşı tərəf ürəyi sınar, nə bilim, birdən narahat olar. Və mən orucam axı, nə cür? Mən özüm bunu imtihan eləmişim, çox çətindir. Çox çətindir. Bir insan danışır, sən ona deyəsən dur və yaxud bəzi vaxt insan dilindən gün aşırır, nə qədər söz buraxırsan, hər insanla danışırsan da, birdən bir məsələ qarşıya çıxır, onu danışmalısan, bir də baxırsan ki, danışdım, söhbətin axırında o qeybət oldu ki. Çətindir, gözdür, qulaqdır, dildir. Peyğəmbərimiz buyurur, hər kəs bunları oruç tuta, sükut vəziyyətində. 1, 2, aram vəziyyətində. 3, qeyd elədiyi üzvlər, gözdür, qulaqdır, dildir. Bunları kontrol eləmiş vəziyyətində oruç tuta. 4-cü də budur ki, deyir, oruç tuta, heç kəsə əziyyət eləmədən. O da oldu 4. Heç kəsə əziyyət eləmədən oruç tuta. Əziyyət nə? Aram ola. Heç kəsə əziyyət verməyə. İnsanlar belə bu cür də, cəmiyyətdə yaşayan insanlar bir-birindən əlaqədə görürsən, bəzi vaxt əlaqələri düzgün qura bilmirlər. Ailə daxili, dostlar arasında, cəmiyyətdə, məsciddə, ictimaiyyətdə, işdə öz işçilərindən didəşir, ailəsindən didəşir, evladlarından didəşir, məsciddə bir-birindən didəşir. Yəni bu insan
əziyyət verir də başqalarına. Peyğəmbər buyurur, deyir, oruç tutam, əziyyət vermək heç kimə. Hamı bilər ki, əlhəmdülillah, Ramazan ayı gəldi, bunun əxlaqı dəyişəcək. Ramazan ayını gözləyirlər. Çox heyif ki, bəzi insanlar ailəsi Ramazan ayının gəlişini istəmir. Deyir, Ramazan ayı gəlsə, bu evdə nədir? Pələng olacaq və bizi qırıb batıracaq. Allah bizə yardım eləsin bu müqəddəs Ramazan ayında orucumuzu düz tuta bilək. Peyğəmbərimiz indi bu qədər sözdən sonra gəlir, deyir ki, gərək oruç tuta bu şəraitdə sükut eləyə, qəlbi aram ola, göz, qulaq, dil, günahdan, qeybətdən, töhmətdən, haramdan uzaq ola və heç kimi azar əziyyət eləməyə. Sonra quribə yevməl qiyamə. İndi buradan sonra başlayır. Qiyamət günü yaxın olar. Kimə yaxın olar? Həzrəti İbrahimə. Nə cür yaxın olar? Dizi dizinə yapışıq vəziyyətdə oturar Həzrəti İbrahimə. Allah bizim oruçlarımızı belə sağlam oruc elə ki, məhşər günü bu oruçdan sənin dərgahına gələk. Bu oruç bilirsiniz, ibadət növləri çoxdur. Həcc, xums, zəkat, cihad, namaz, təbəllə, təbərrə. Biri də oruçdur. Oruç fərqlidir. Allah Teala buyurur, deyir, əs-savmu li. Deyir, oruç mənimdir. Və mən özüm bizzat onun mükafatını verəcəm. Niyə o birilərində demir? Namaz Allahın deyilmi? Xums Allahın deyilmi? Zəkat Allahın deyilmi? Həcc Allahın deyilmi? Cihad Allahın deyilmi? Hamısı Allahındır. Amma deyir, əs-savmu li. Oruç mənimdir. Niyə? Çünki oruçda zahirdə bir əməl yoxdur. Həccdə zahirdə əməl var, namazda zahirdə əməl var, cihadda zahirdə əməl var. Orucluqda ibadət halətində. Nə iş görür? Heç nə. Oturubsuz, qulaq asırsınız. Amma ibadətdəsiz. Bir dənə sadəcə yemək və içmək əməldən çəkinibsən. Allah Təbarək və Teala buyurur ki, əs-savmu li, oruç mənimdir və mən və ənə ucziu bi. Mən onun nədir mükafatını, özüm onun mükafatını verəcəm. Allahım sən and verəm izzət və cəlalına. O oruc ki, sən kitabında qeyd edibsən, bu ayın haqqında müəyyən gözəlliklər bəxş edibsən, o gözəllikləri bizə, ailəmizə, cəmiyyətimizə əta elə. Bəzi insan vücudunda problem var, oruç tuta bilmir və yaxud üzrü var və yaxud bu cür tuta bilməyib. Amma heç vaxt buna icazə verilmir ki, sən müqəddəs Ramazan ayının hörmətini sındırıb ayaq altına qoyasın. Nə olar? İndi bəzi insan oruç tutmur. Günah işdə, günah eləyir də. Şeytan o qədər qüvvəlidir ki, deyir, sən oruç tutmursan, get. Oruç Allah göstərməsin, insan Ramazan ayında şərab içər, Ramazan ayında zina eləyər, Ramazan ayında qumar oynayar. Fərq eləmir, oruç tutmur, Ramazan ayının hörmətini sındıra, məhşər günü Allah Teala onunla bilmirəm nə cür rəftar eləyəcək. Allaha pənah aparan bu halətdən ki, insanlar Ramazan ayının hörmətini sındıra. Bu müqəddəs Ramazan ayı o qədər bərəkətli və mübarəkdir ki, hədisdə var, deyir ki, bu ay Allahın ayıdır, Allaha məxsus aydır. Bu ayı təkrimlə yad elə. Hətta bu ayın adı gələndə, deyilən, mübarək Ramazan ayı, müqəddəs Ramazan ayı. İndi o ki, qaldı insanlar gələ bu ayda Allah göstərməmiş haram işlərdən məşğul ola. Şərab içə, günorta çağında, nə bilim, müxtəlif günahlara mürtəkib ola. Allah hamısını bu mərhəmət ayında bağışlasın və öz rəhmətinə qərq eləsin. Allah oruç namazlarımızı qəbul eləsin. Allaha ant verirəm izzət və cəlalına. Duaların müstəcab olan zamanlarıdır, vaxtlarıdır. Pərverdigarı əsrimizin İmamı Həzrət Vəli Əsrin zuhurunu təcil elə. Tutulan oruçları, qılınan namazları, oxunan duaları, verilən iftarları ali dərəcədə qəbul elə. Pərverdigarı aləm, Ya Rəbbəl aləmin, bugün bizi layiqli oruç tutanlardan qərar ver. Mübarək Ramazan ayının gerdə qalan günləri bizə tövfiqat nəsib elə. Bütün iltimas-ı dua deyən möminləri, möminələri, inanclı bacı qardaşlarımızı hifz elə.
Pərverdigar-ı aləm, dünyadan köçənlərimizə qəni-qəni rəhmət elə. Pərverdigar-ı aləm, imtahanlarından başı uca çıxmaqda, Ya Rəbb, özün bizə yar və yardım ol. Hacətlərimiz qəbul, müşküllərimiz həll olsun, iftarlarımız qəbul. Muhammed Ali Muhammed salavat yad elə inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr, innəl insana ləfī xusr, illellezina amanu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr.